Uzaq dağların ətəyində, dumanlı vadilərin arasında bir kənd vardı. Bu kənd sadə insanların məskəni olsa da, ürəkləri böyük, ruhları isə cəsarət dolu idi. Onların arasında Araz adlı bir gənc yaşayırdı. O, yalnız gücü və cəsarəti ilə deyil, həm də ürəyində daşıdığı saf sevgi ilə məşhur idi. Arazın ürəyində bir sir vardı. Kəndin gözəl qızı Günay, onun həyatının işığı, nəfəsi, ilhamı idi. Günay uzaq şəhərdə təhsil alırdı, amma hər gecə ulduzların altında Araz onu xatırlayır, ürəyində onun üçün dualar edirdi. Bir gün kəndə xəbər gəldi. Qaranlıq qüvvələr dağın o tayından kəndə doğru irəliləyirdi. İnsanlar qorxu içində qaldı, gecələr dua və ağrı ilə keçirdi. Amma Araz dayanmaq bilməzdi. O silahını götürdü, atını bağladı və ürəyində Günayın adını deyərək, "Mən gedirəm, səni və kəndimizi qorumaq üçün." Araz dağları aşanda qarşısına ilk düşmən çıxdı. Qara paltarlı gölgə cəngavərləri. Hər biri soyuq baxışlı, silahı qılınc və oxla dolu idi. Araz çevik hərəkət edərək hər zərbəni dəf etdi. Bir anlıq, bir gölgə onu arxadan basmağa çalışdı, amma Araz çevrilib, qılıncı ilə qarşı tərəfi durdurdu. "Mən qorxmuram, sevgi mənim gücümdür." Gölgə cəngavərləri geri çəkildi, amma xəbər çatdı ki, böyük düşmən, Qara Sehirbaz, dağın zirvəsində onları gözləyir. Araz çaya çatanda gördü ki, Qara Sehirbazın qoşunları suyun hər iki tərəfində dayanıb, keçidi bağlamışdı. Su qəzəblə axır, daşlar fırlanırdı. Araz əlində qılıncı ilə irəlilədi. Hər addımda su damcıları əks səda verir, düşmən qışqırırdı. Araz çevik hərəkətləri ilə oxlar və qılınc zərbələri qarşı tərəfi dağıtdı. Amma düşmən çox idi və Araz yorulmağa başladı. Tam o anda ürəyində Günayın sevgisi parladı. O yüksək səslə qışqırdı. "Mənim qorxum yoxdur. Mənim gücüm sevgi və mərdlikdir." Göydən işıq damcıları düşdü. Su sakitləşdi, düşmənlərin ruhu titrədi və bir-bir dağıldı. Araz dağın zirvəsinə çatanda Qara Sehirbaz hazır idi. Onun gözləri qara alovla parlayır, əlləri havanı titrədirdi. Sehirbaz qışqırdı. "Sənin kimi kiçik bir kəndli mənim qarşısımda nə edə bilər?" Araz qılıncını yuxarı qaldırdı. "Mənim ürəyimdə sevgi, cəsarət və sadiqlik var." Döyüş başladı. Sehirbazın sehirləri qılıncı ilə dəf olunurdu. Araz çevik hərəkət edir, hər hücumdan sağ çıxırdı. Qılınc və sehrin toqquşması dağlarda əks səda verirdi. Araz bir anlıq sehirbazın diqqətini yayındırdı. Qılıncını ürəyinin gücü ilə işıqlandırdı və bir zərbə ilə sehirbazı məğlub etdi. Qara qüvvələr dağıldı, dağlar sakitləşdi, çaylar yenidən axmağa başladı. Araz qaydanda Günay kəndin kənarında gözləyirdi. Onlar bir-birinə sarıldılar, ürəkləri birləşdi. Kənd bir daha sevinclə doldu. Amma Günay, o Arazın gözlədiyi kimi deyildi. Döyüşlər zamanı şəhərdə tanış olduğu bir gənclə gizlicə münasibət qurmuşdu. Araz bunu biraz başa düşdü, amma ürəyində ümid saxladı. Günay səmimi deyildi, o artıq Arazın qəhrəmanlığı ilə deyil, şəhərdəki həyatın cazibəsi ilə maraqlanırdı. Araz bunu qəbul etdi və qərar verdi. "Mən azad olmaq istəyirəm." O, Ukraynaya getdi. Orada yeni şəhərlərdə, yeni macəralarda, yeni insanlarla tanış oldu. Qızlarla kef çəkdi, həyatın sərbəstliyini yaşadı. Döyüşlərdən qalan gücü indi özü üçün istifadə edirdi. Ürəyində yalnız sərbəstlik və macəra vardı. Kənddə isə onun dastanı əfsanəyə çevrildi. Amma Araz artıq nağıl qəhrəmanı deyil, öz həyatının qəhrəmanı olmuşdu.